Bugünkü saç kəsimimiz yarışma üsulu olacaq və saç kəsimi olaraq taper fade saç kəsimini qoymuşam. 25 dəqiqə yarışma sonlanacaq. Burada da yarı tərəfini Samir bəy kəsəcək, yarı tərəfini isə Rəşad bəy. Hər iki bizə uğurlar, yarışmaya davam. 25 dəqiqəyə saç kəsimi başlasın. Əslində bu saç kəsimində 25 dəqiqə həddindən artıq çox idi, amma o biri tələbələrdə haqsızlıq olmasın deyə 25 dəqiqə tam olaraq verilmişdi saç kəsimi. Son 10 saniyə. Kəsim bitir. Bitti. İndi də Samir bəy yarışır, 25 dəqiqə vaxtı var. Saç kəsimine başlasın. Onu da bildirək ki, bu tələbələr kursu hələ ki bitirməklərə çox qalıb. 2 ayın tələbələrdir. Bitti. Bitti və yarışma bitti. Rəy bildirir Erdoğan bəy. Rəylərinizi bildirin və səhvlərinizi göstərin. Birinci xətti burada saxlayıb, ikinci xətt burada saxlayıb. Bir də ki, buranın kantına vurur. Bir də buraları da işləsə... Bu kantı vurmuyor. Buranın işləsə biraz da. Siz səhvləri göstərin və... Öndən də el vursuna idi ki, burada xətt yaranıb. Burada xətt yaxşı itilməyib. Buranın da kantını qoymayıb. Xətti tam itirməyib burada. Kantı da təmiz götürməyib buradan. Bir də burada xətti qalıb. Bu saç kəsimini bu tərəfi daha doğrusu 25 dəqiqədə etmişdir Rəşad bəy. Buyurun, Samir bəyə rəy bildirin. Samir burada kant qoymuyor. Burada xətt qalıb, bir də burada xətt qalıb. Buraları da işləsə daha yaxşı olar. Müəllim, Samir buralar biz qalıb, xətti qalıb. Buranı ağ işləyib, bura qara qalıb. Bu qədər. Uşaqlar, hər iki saç kəsiminə baxdınız, rəyləri bildirdiniz. İki saç kəsiminin arasında biri qalibdir. Hansı daha yaxşıdır? Ağartmağa görə elə bil ki, Rəşad qəşəng feyd eləyib. Səncə? Yəni səhvlərə baxarkən 4 dənə burada tutdum, 2 dənə burada. Yəni daha doğrusu Samir'inki daha yaxşı. Sən Samir, sən? Məncə də Samir'inki daha yaxşıdır. Samir'inki daha yaxşıdır. Mənim fikrimə görə fade nə qədər aşağıdan getsə, o qədər yaxşı olar. Mən də fikrimi Samir'ə verirəm. Çünki fade aşağı ilə getmişdi. Ağlıq çoxdur deyə fade o sayılmır. Fade aşağı ilə olanda, simmetriya xətti aşağı ilə olanda fade gözəl olur. Düzdür, səhvlər var, səhvləri görürük, xətti itirməyib, amma onu da deyək ki, peşəkar deyil. Bu tələbənin işidir. 25 dəqiqəyə kəsdiyi saçdır. Samir bəy, gələ bilərsiniz. Bu yarışmanın qalibi Samir bəydir. Gələn yarışda isə Elbrus bəylə yarışacaqsınız. Final kimi udarsa sinifin qalibi, sinifin ən yaxşı bərbəri o olacaq. Mən görməmişəm deyə. Görə bilərsiniz, sən gücüyə yaxınlaş. Elə yox.